Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz qısnama, yəni bullyinglə bağlıdır. Bu kurikulumda ən maraqlı mövzulardan biridir. Çünki bu demək olar ki, tamamilə bir çox hissəsi müəllimlərə tanış olduğu üçün, müdavimlərə tanış olduğu üçün öyrənməkdə daha rahat olur. Ümumiyyətlə bullying dedikdə biz bunun yəni müxtəlif cür növlərini görürük və müxtəlif formada. Əslində bullying deyiləndə ağla ancaq birinci gələn fiziki bullying olur ki, kiməsə biz vururuq, döymək mənasında. Yəni ancaq ağla bu gəlir. Amma bullyingin müxtəlif növləri var. Hətta belə deyək ki, insan birini düşünmədən belə bullying edə bilər. Bullyingin növlərinə baxaq. Baxın, bullyingin növlərindən biri, daha doğrusu müxtəlif əvvəlcə təsnifata ayrılır, sonra o da özlərinin növləri var. Bullyingin birinci məqsədinə görə növləri var. Bu məqsədli bullying, məqsədsiz bullying və tədris bullyingidir. Məqsədli bullying nə deməkdir? Baxın, məqsədli bullying odur ki, biz artıq qarşımıza qəsd qoymuşuq və belə deyək, tutaq ki, düşünürük ki, biz kiməsə qarşı hər hansısa bir bullying həyata keçirəcəyik, istər sözlü şəkildə, istərsə də belə deyək, əzab şəklində vurmaq, döymək cəhətdən və yaxud da nə bilim hər hansısa bir internetdə belə deyək, şəkil, video yaymaq formatında. Yəni biz bunu əvvəlcədən qarşımıza bir məqsəd kimi qoymuşuq və qəsdən, bilərəkdən ona bu belə deyək də bu necə deyək, əzabı yaşadırıq. Amma məqsədsiz bullying isə bu düşünülməmiş olan bir şeydir və iki yerə bölünür. Bir düşünülməmiş hissəsinə, digəri isə tədris bullyinginə. Düşünülməmiş nə deməkdir? Baxın, düşünülməmiş bullying o deməkdir ki, yəni bəzən biz qarşımızdakını düşünürük ki, bu onun üçün, mənim üçün əyləncədirsə, düşünürəm ki, onun üçün də bir əyləncədir və belə deyək də, hər hansısa bir nəyisə edirəm, amma düşünmürəm ki, bu qarşımdakının xoşuna gəlməz. Yəni bu qarşımdakı üçün normal qəbul edilməyə bilər. Məsələn, deyək ki, belə deyirik, məqsədsiz bullyingdə ola bilsin ki, biz yoldaşımızın yanımızda oturan yoldaşımızın nə bilim karandaşını götürüb qırırıq. Bu bizim üçün bəlkə də belə ümumi baxsaq gülməli gələ bilər. Kimsə bizim qələmimizi qırsa bizim üçün gülməli olar. Amma ola bilsin ki, qarşımızdakı insan üçün bu gülməli deyil və ona həqiqətən də təsir edir. Buna görə də bu olur məqsədsiz bullying. Yəni məqsədsiz bullyingdə qarşımızda heç bir məqsəd olmur. Biz qəsdən kiməsə əzab vermirik. Sadəcə və sadəcə olaraq düşünülməmiş şəkildə, yəni məqsədsizin düşünülməmiş formasını deyək ki, düşünülməmiş formatda biz artıq deməli hər hansısa bir ona bullying göstərmiş oluruq. Bullyingin deməli ümumi bir nəzəri olaraq belədir, amma onu həyata keçirənlərə bully deyilir. Deməli, baxın, deyirik ki, bullyingin bir də var, məqsədsiz bullyingin bir də belə bir növü var ki, bu da tədris bullyingidir. Tədris bullyingi nə deməkdir? Yəni tədris bullyingi o deməkdir ki, bu zaman elə bu yenə də müəllim şagirdlə bağlıdır. Yəni deyirik ki, burada necə olur? Məsələn, yenə də müəllim burada düşünülməmiş şəkildə və bilirik ki, şagirdlərin psixologiyası bir-birindən tamamilə fərqlənir və şagird psixologiyasını özümüz də bilmədən müəyyən qədər təsir etmiş oluruq. Necə? Məsələn, bir şagirdimizin summativdə daha çox səhvi çıxıbsa, biz həmin summativi götürürük və başlayırıq artıq onun səhvləri üzərindən və onu vurğulayaraq ki, baxın, bu məsələn tutaq ki, öz şagirdlərimdən kimi nümunə çəkək, Əlinin. Bu Əlinin səhvidir, Əli burada səhv eləyib, Əli bunu burada belə eləyib və ən çox Əlinin səhvləri üzərindən mən bunu izah edirəm. Halbuki məsələn ola bilsin ki, sinifdə məsələn tutaq ki, 20 şagirddən 10 dənəsi yaxşı, 10 dənəsi orta yazıb. Yəni yaxşı yazanlarımız 1-2 nəfərdir. Onsuz da şagirdlərimizin çox hissəsinin səhvi çoxdur. Amma mən gözümə Əlidə daha çox dəydi. Yəni düşünmədən bunu eləmişəm. Bir müəllim olaraq götürürəm ancaq Əlinin səhvlərini vurğulayaraq onun üzərində izah edirəm və bu da Əlinin ola bilsin ki, bəzi şagirdlərə təsir etməyə bilər. Amma bir çox şagirdlərin artıq həssas olduğu üçün onlara müəyyən qədər təsir etmiş olur. Yəni yadınızda qalsın ki, birinci bullyingin məqsədinə görə bölünür. Məqsədli bullying, məqsədsiz bullying. Məqsədsiz bullying özdə 2 dənədir. Düşünülməmiş və tədris bullyingi. Məqsədli bullying deyirik ki, qəsdən, bilərəkdən, əvvəlcədən planlaşdırılmış şəkildə olur. Məqsədsiz bullying isə düşünülməmişdir dedik ki, bu digər insanlara qarşı hər hansısa partiya yoldaşımıza, yəni ən çox şagirdlər üzərindən biz bunu izah edirik də, hər hansısa bir belə deyək, zərər verməyimizdir.
amma yenə də deyirəm, bu düşünülməmiş şəkildədir. Eyni zamanda tədris bullyingində də dedik ki, bu da müəllimin eyni zamanda valideyn şagird, yəni valideyn övlad arasında da ola biləcək şagird və yaxud da ən çox da müəllim şagird arasında tədris bullyingi özünü göstərir. İkinci olaraq deyirik ki, bullingin daha doğrusu göstərdiyi davranışa görə bu isə bölünür nəyə? Fiziki bullyingə və qeyri-fiziki bullyingə. Baxın, fiziki bullying nədir? Fiziki bullying bayaq dediyimiz kimi bu artıq vurmaq, döymək və belə deyək, necə deyək, bir-birimizi artıq bilərəkdən fiziki şəkildə zorakılıq göstərməyimizdir və deyirik ki, şagirdlər arasında əgər hər hansısa bir konflikt baş veribsə və bu təsadüfən baş veribsə, biz bunu bullying adlandırmırıq. Yəni tutaq təsadüfən bir şagirdimiz arasında mübahisə baş verdisə, bunu bullying adlandırmırıq. Amma ümumi olaraq mütəmadi olaraq bir şəxsin digərinə fiziki əziyyət verməsi fiziki bullying adlanır. Fiziki bullying təkcə elə ancaq vurmaq, döyməklə yox, eyni zamanda məktəb əmlakının, yəni pəncərələrin sındırılması, qapıların sındırılması da fiziki bullyingə aid edilir. Qeyri-fiziki bullying isə növlərə bölünür. Bunlardan birincisi verbal bullyingdir. Verbal bullying nədir? Yəni sözlü bullyingdir. Biz burada artıq sözlə, şifahi olaraq kiməsə qeyri-etik ifadələrin işlədilməsidir. Və yadımızda qalsın ki, bir dəfə bu şeyi təkrarlanırsa, bunu bullying hesab eləmirik. Bu mütəmadi olaraq, bayaq vurğuladığım kimi, mütəmadi olaraq davamlı şəkildə baş verirsə, o zaman biz bunu artıq bullying adlandıra bilərik. Dedik ki, ikinci bullyingimiz qeyri-verbal bullyingdir. Bu da sözsüzdür, lakin belə deyək, jest və mimikalarımızla, şəkillərimizlə bu şəkildə bullying etməkdə. Hətta məsələn, bəzən bilirsiniz necə olur? Tutaq ki, sinifdə combul bir şagird var, onun lövhəyə, şəklini çəkirlər və yaxud da, hər hansı da bir necə deyim, hətta belə bir şey yayılmışdı, stikerlarını düzəldirdilər. Yəni bunlar hamısı qeyri-verbal bullying hesab olunur. Qeyri-verbal bullying də, yəni biz istər jest və mimikalarımızdan, istərsə şəkillərlə də artıq, yəni bunu qarışdırmayın. Şəkillərin mediada yayılması yox, sadəcə şagirdlərin özü onun şəklini çəkməsi, onun saçı pissə saçının şəklini çəkirlər. Yəni bunlar da qeyri-verbal bullying adlanır və sosial bullyingdir ki, bu ən çox məşhur olan bullyinglərdən biridir ki, burada necə olur? Artıq qruplaşma olur. Yəni şagirdlər öz aralarında qruplaşırlar. Və belə deyək, məsələn, tutaq ki, bir nəfəri özlərindən kənar tuturlar. Tutaq ki, bir qrup yaxşı oxuyanlar da 10 nəfər, bir nəfər də oxumur və həmin o bir nəfəri özlərindən təcrid edirlər. Və yaxud da futbol oynayırlar. Bir nəfər zəifdir. Həmin məsələn digər oğlanlar, həmin o futbol oynayanlar yığılırlar bir yerə. Digər o bir nəfər bir damcı zəif olanı özlərindən kənar tuturlar. Bunlar artıq sosial bullyingdir ki, bir qruplaşmanın içindən bir nəfəri kənarlaşdırırlar. Sonra gəlir bullyingin birbaşa və dolayısı yolla təsirinə görə. Bu isə bölünür iki yerə, vasitəli bullying və vasitəsiz bullyingdir. Vasitəsiz bullying nə deməkdir? Yəni vasitəsiz bullyingdə biz bilavasitə bully özü istər sözlü şəkildə, səsli şəkildə, fiziki şəkildə bullying edir. Yəni vasitəsiz nə deməkdir? Heç bir vasitə yoxdur kənardan. Vasitəli bullying isə artıq mən kiməsə bullying edəcəmsə, özümə bir nəfər də əlavə qoşuram. Hətta belə deyək, hətta mən özüm kənarda dayanıram. Əlavə öz yanıma deyək də uyğunlaşdırdığım adama deyirəm ki, məsələn, gəl sən də məndən bunu eləyək. Həmin o artıq 2 nəfərlə birləşib qarşımızdakı bir nəfərə bullying göstərməyimizdir. Vasitəli bullyingdə yəni artıq burada üzrlü sayım. Üçüncü bir şəxs olur. Yəni 2 nəfər var. Biri bullydir, biri də bullyingə məruz qalandır. Artıq vasitəlidə bir nəfər də əlavə olur ki, həmin bu bullying edənin yanında olur və hətta bəzən bayaq da vurğuladığım kimi əsl bullyingi göstərmək istəyən kənarda qalır və o vasitəli şəkildə özünə belə deyək, yanına gətirdiyi adam bullyingi etmiş olur. Və son olaraq da xüsusi növ bir bullying var ki, bu da kiberbullyingdir. Kiberbullying isə media üzərindən kiminsə belə deyək də hesablarının oğurlanması, eyni zamanda şəkillərinin səhifənin şəkillərinin yayılması, media üzərinə çıxarılması, belə deyək də şantaj, necə deyim, belə bu mənada şantaj edilməsidir insanların.
kiminsə şəklinin altından nə bilim hər hansısa bir təhqiredici ifadələr, sözlər yazılması, bunlar adlanır kiberbullying. Yəni kiberbullying artıq internet üzərindən, media üzərindən olan bir bullyingdir. Ümumi olaraq dedik ki, bullyingi biz böldük. Bullyingin məqsədinə görə bu oldu məqsədli və məqsədsiz bullying. İkinci olaraq göstərdiyi davranışa görə fiziki bullying və qeyri-fiziki bullying. Bunun da qeyri-fiziki bullyingə də verbal, qeyri-verbal və sosial aid oldu. Bullyingin göstərdiyi təsirə görə bu olur vasitəli bullying və vasitəsiz bullying. Xüsusi növ bullyingimiz isə kiberbullying adlanır. İndi biz diqqət yetirməliyik burada. Bir var, deməli, bullyingin müəyyən edilməsi, bullyingin daha doğrusu müəyyən edilməsi, bir də var qarşısının alınması yolları. Burada diqqətli olmaq lazımdır ki, bir-birinə qarışdırmayaq. Baxın, deyir bullyingin müəyyən edilməsi. Bullyingin müəyyən edilməsində birinci gəlir məktəbdə şagirdlərin özünü sərbəst ifadə etmək üçün təhlükəsiz və pozitiv mühitin yaradılması. Bullyingin müəyyən edilməsi nə deməkdir? Baxın, biz məktəbdə bunu hər zaman da deyirik ki, istər müəllimlər, istərsə digər məktəb rəhbərləri elə bir şərait yaratmalıdır ki, bütün şagirdlər öz problemlərini rahat şəkildə, açıq şəkildə dilə gətirə bilsinlər. Yəni artıq müəyyən qədər rəhbərlikdən çəkinsələr, müəllimdən çəkinsələr, bullyingi müəyyən eləmək də çətin olacaqlar. Çünki onlar danışmağa qorxacaqlar axı. Ona görə. İkinci deyirik ki, bütün məktəb heyətinin, müəllim, direktor, direktor müavini, məktəb psixoloqu və ya digərlərinin bir-birinin əməkdaşlığı. Bu da nə deməkdir? Yəni ən çox da məktəb psixoloqu bu işin üzərinə düşməlidir. Məktəb rəhbəri ilə daimi əlaqə olmalıdır. Uşaqları müşahidə altına almalıdır ki, bir yerdə bunlar işləməlidir ki, tutaq ki, bir məktəbin kənarında hər dərs bir uşağa bullying olunur, nə bilim bir uşağı döyürlər və məktəbin texniki işçiləri bunu artıq görməlidirlər və görüb ondan sonra da belə də day deməlidir ki, nəyimə lazım, nə olur olsun, mənə nə. Yəni bunu birbaşa olaraq istər məktəb psixoloquna, sinif rəhbərinə, məktəb rəhbərliyinə birbaşa olaraq bildirməlidir. Sonra deyir ki, şagirdlərin şəxsi portfolyolarının yaradılmasıdır ki, bura yəni şagirdlərin davranışı, bir-birinə olan münasibəti, ailə vəziyyəti haqqında müəyyən bir məqamlar öz əksini tapır ki, burada da biz şagirdlərin şəxsi portfolyosunda bunu qeyd edirik. Məsələn, bəzən olur ki, bu bullying nə üçün olur? Yəni şagird özü, həmin o uşaq evdə özü məsələn müəyyən bullyinglərə məruz qalır valideynin tərəfindən. O da artıq gəlir bunu digər şagirdlər üzərində tətbiq edir. Belə deyək də, necə deyirlər, orada da acığını onlardan çıxır. Ona görə biz portfolyoları yaratmalıyıq. Eyni zamanda valideynlərlə əməkdaşlıq etmək lazımdır. Bunu da bayaq qeyd etdiyimiz kimi mütləq şəkildə onların evdə vəziyyətini öyrənmək lazımdır. Görək evdə digərlərinə qarşı necədir. Esse yazmaq olar ki, bu da şagirdin müəyyən düşüncələrinə uyğun, belə deyək, yəni elə mövzular seçmək lazımdır ki, bu həqiqətən biz oradan bullying varsa onu müəyyən edə biləcək bir mövzular, yəni digər bir mövzularda yox. Daha sonra anonim sorğular var ki, burada da şagirdlər rahat olurlar, çünki adları qeyd olunmur. Gizli şəkildə, sorğu şəkildə öz fikirlərini burada da bildirə bilirlər. Deməli, baxın. Sonra burada gəlir bizə lazım olan bullyingin qarşısının alınması yollarıdır. Burada da dedik ki, qarşısının alınması yolları nələrdir? Birincisi, mənəvi dəyərlərin aşılanması. Bu, hamımıza aydın olan bir məqamdır ki, biz şagirdlərdə inam formalaşdırmalıyıq. Onların, belə deyək, daim şəxsi təcrübələrdən, istərsə ətrafımızda olan insanların şəxsi təcrübələrindən nələrsə danışmalıyıq. Onlara bunları aşılamalıyıq, göstərməliyik əyani olaraq. Və bunlar olduqda artıq bullyingin olması halları daha azalır. İkinci olaraq deyək ki, emosional intellektin formalaşdırılması. Bu da çox aydındır və hər dəfəsində bunu emosional intellektdə sosial-emosional öyrənmə, bir də emosional intellektin hər ikisində bunu sizin nəzərinizə çatdırmışam. Yəni ki, bir insanın hisslərini idarə edə bilməsi, ola bilsin ki, əsəbləşir, kiməsə qarşı hiss ola bilərsən, amma bu müəyyən qədər biz bullyingə gəlib çıxmasın deyə hisslərimizi idarə etməyimiz vacibdir. Buzqıran strategiyalarının istifadə edilməsi, bu da demişdik, tor üsulu var idi, digər hər hansısa bir şagirdlərin özünü harda görürsən 5 il sonra, nə bilim, gələcəyini ifadə et, keçmişini ifadə et. Bu kimi üsullardan istifadə edərək buzqıranlar keçirdik ki, şagirdləri ətraflı şəkildə tanıyaq. Növbəti olaraq valideynlərlə əməkdaşlıq və onların maarifləndirilməsidir. Ki, bu da eyni bayaq dediyimiz onların müəyyən edilməsidir ki, müəyyən ediləndə də biz valideynlərlə əməkdaşlıq şəklində işləyirdik ki, görək evdə vəziyyət necədir. Eyni zamanda qarşısının alınmasında da valideynlərlə əməkdaşlıq edib, onları maarifləndirib, evdə də bu halların qarşısının alınmasını tapşıra bilərik. Növbəti məktəb psixoloqla əməkdaşlıqdır ki, bu da
Bu da məşhur bir şeydir ki, biz hər zaman məktəb psixoloqu özü də buna həvəsli olmalıdır. Daim bayaq dediyimiz kimi şagirdləri müşahidə altına almalıdır. Şagirdlərin maarifləndirilməsi var ki, maarifləndirilməsində də istər milli mənəvi dəyərlərin aşılanması olsun, istərsə bu bullying haqqında ümumiyyətlə məktəbdə ümumi tədbirlərin keçirilməsi daha məqsədə uyğundur ki, şagirdlər bu bullyingin ümumiyyətlə nə olduğunu, ümumiyyətlə bunun ətrafında hansı fikirlər formalaşdığını, verə biləcəyi zərərləri, təsirləri hər birini müəyyənləşdirmək, üzə çıxarmaq lazımdır. Şagirdlər bunun haqqında məlumatlı olmalıdır. Və müəllimin rol model olması da o deməkdir ki, artıq müəllim özü bir nümunə olmalıdır. Yəni müəllim özü hər hansısa bir digər iş yoldaşlarına qarşı bullying göstərirsə və yaxud da hər hansısa bir özünün davranışında nələrsə varsa, səhv bir münasibət varsa, istər şagirdlərə qarşı bir münasibətində yanlışlıq varsa, müəllim özü bir şəxsi nümunə olmalıdır. Bunu aradan qaldırmalıdır ki, şagirdlər üzərində də bunu tətbiq edə bilsin və hətta biz deyirik ki, müəllim istər valideyn, istərsə müəllim şagirdlərdə ya da övladlarında nəyisə formalaşdırılmasını istəyirsə, əvvəlcə onu özündə formalaşdırmalıdır. Hətta ən məşhur nümunəmiz deyirik ki, uşaq yerə zibil atır. Bu zibili atmaması üçün birinci valideyn özündə onu formalaşdırmalıdır. Valideyn zibili yerə atıb uşağa nə qədər desə ki, yerə zibil atmaq olmaz, əlbəttə ki, onu eləməyəcək. Çünki uşaq gördüyüdür. Yəni nə görürsə onu da götürür. Ona görə deyək ki, istər müəllim, istərsə valideyn hər biri özü əvvəlcə o dəyərləri özündə formalaşdırmalıdır ki, daha sonra şagirdlər də formalaşdıra bilək. Belə dəyərli müəllimlər, bizim burada qalır kurikulumdan davranışın idarə olunması mövzusudur ki, bunun izahını növbəti dəfə paylaşacağam. Bir də geridə qalan bir-iki mövzumuz var ki, onların da izahını sizlə paylaşmamışam. Növbəti inşallah günlərdə hansı ki, bu müəllim-şagird münasibətinin idarə olunması, bunların izahını da inşallah paylaşacağam və artıq son mərhələ olaraq kurikuluma əlavə olunan yeni mövzuların da izahını sizlərlə paylaşmış olacağam. Hələlik.